Türk dünyasının siyasət, media, akademik və iş dünyasından seçilmiş aparıcı şəxsləri bir araya gətirən 22-ci beynəlxalq İpək yolu, ilin qızıl adamları mükafatlandırma mərasimi keçirilib. Tədbirdə uzun illər boyu Türk dünyasına müxtəlif sahələrdə töhfələr vermiş şəxslər mükafatlandırılıb. Gecənin ən mənalı mükafatlarından biri əməkdar jurnalist, ATV-nin Bədii Şurasının sədri Etibar Babayevə təqdim edilən 75 illik fəxri mükafat olub. İstanbulda keçirilən Beynəlxalq İpək yolu ilin qızıl adamları mükafatlandırma mərasimi müxtəlif sahələrdə Türk dünyasının nüfuzlu simalarını bir araya gətirib. 22-ci dəfə keçirilən mərasimdə uzun illər fikir, mədəniyyət, ictimai diplomatiya və media sahəsinə töhfə vermiş şəxslər təltif olunub. Tədbirdə əməkdar jurnalist, ATV-nin Bədii Şurasının sədri Etibar Babayev 75 illik fəxri mükafata layiq görülüb. Sayın Profesör Doktor Etibar Babayev'i 75. yıl onur ödülünü almak üzere sahneye davet ediyoruz efendim. Güçlü alkışlarınızla. Benim burada dediler 75 yaşım olur. Onun 50 ili müxtəlif işlerde işlemişəm, o cümleden de 50 ili basınla, televizyonla bağlıdır. Ve bu 50 ilin de 40 ili Türkiye ile bağlıdır. Tədbirdə qeyd edilib ki, Etibar Babayev təkcə Azərbaycan mətbuatına deyil, bütün Türk dünyasının ortaq yaddaşına və intellektual irsinə davamlı töhfələr verib. Türk dünyasının tarixi şuuru və mədəni dəyərlərinin gələcək nəsillərə ötürülməsində böyük xidmətləri var. Tədbirdə Azərbaycan-Türkiyə parlament əlaqələrinin inkişafına verdiyi töhfələrə görə millət vəkili Naqif Həmzəyev də mükafata layiq görülüb. Məlik İnqilablı, ATV Xəbər.